hansı nöqtədir axırıncı? Lap düzdə deyirsən? Belə idi? Bəli. Aha, belə. Oldu, 0.1 idi də, bu düzdür. 0.1 metrdir. Hə. Bu dərinliyi nə qədərdir? Bu dərinliyi nə qədərdir? Bizə 50 verib, ortadakı şeyin uzunluğunu, ipin uzunluğunu. Bu uzunluğu verib, düz neçədir? A. İndi burada A olsun. Məsələn, olsun 1 metr məsələn də. Oldu. Nə eləyərsən, bax, əvvəlcə belə eləyək. Arximed qüvvəsi bax, bunu qaldıranda nə qədər iş gördü? 5. Bildin də, nə cürsə, bildin də, bayaq da, düzdür, 5 yol görəcək. Qurtardıq ondan. Bax, indi onu qurtardıq. Bunu qaldıranda, bunu, bu hündürlükdən elə bir ki, bax, buradan, bura qaldırmağı hesablaya bilərsən. Hesablayarsan, belə yazırsan da, A bərabərdir, F Arximed vurulsun H. Arximed bayaq hesabladı neçə aldıq? 20. Arximed neçə edir? Romaye, J və cismi, düzdür. Bura 2 metrdir, 2 metrdir. Ona bir demə vermir, ona bizə A verib. Qiymət vermir? Hə, qiymət verməlidir axı. Yuxarıda verməlidir, neçə metr verib? Hə, 0.1 verib. 0.1 verib buranı. Bu da 0.1'dir. Bəli. Hə, burası 0.1'dir, burası 0.1'dir. Yaxşı, belə. Belə, bax, bunu qaldıranda 5 yol işləyəcək, işimiz yox, düzdür. Bax, bunu buradan qaldırmalıdır bura, düzdür. 0.2 qədər qaldırmayacaq, düzdür. Bilirsən, bax, vurulsun aşağı, düzdür, belə bax, Romaye 1000'dir, J 10'dur və cisim neçə olur? Deməli, nədir? 0.1'in kubu, düzdür, vurulsun 0.2'ye 2'ye. Hesaplayırsan, bax, bunlar 1 elədir. Bu, onu da sonunda düşəndə 2 nədir? Yol iş görəsin. Bunu, bax, bu cismi, hələ çıxmayıb, bax, bu vəziyyətə, bax, bu vəziyyətə gətirənə kimi 2 yol iş görəsin. Buradan bura çıxanda da artıq qüvvə dəyişəcəkdir. Oldu? Nə qədər iş görmüşdü? 0.5 yol iş görmüşdü, düzdür? 5 görmüşdü. 0.5 görmüşdü, bayaq. 0.5 yol iş görmüşdü. Bax, bura kimin? 2 yol. Buradan da qaldıranda 0.5 yol. Deməli, bu cismi tam səthdə qaldıranda A bərabərdir, 2.5 yol iş görəcək. Bu uzda qaldıranda 0.5 yol iş görəcək. Hamısı bir yerdə olacaqdır. Arximed qüvvəsində A, F Arximed olacaqdır. Neçə yol? 2.5 yolundan toplayarsan 0.5 yolu olacaqdır nədir? 3 yol. Aydın oldu mu?